Hər kəsə yenidən salamlar. Keçən hissəmizdə üsul elminin qaydaları ilə məsələnin lüğəvi çərçivəsini cızdıq. İndi isə gəlirik ayənin tam ürəyinə, bəlkə də şiə təfsiri üçün ən çıxmaz, ən böyük ziddiyyət təşkil edən yerinə, ayənin düz davamına. Bəli, sən keçən dəfə mənə ixtilaf düşəndə məsələni kimə qaytarmaq əmr olunur deyə bir sual vermişdin. Ayənin davamı belədir. Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və axirət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə ərz edin. Ay sağ ol, diqqət etdinmi bu cümlədə kim yoxdur? Əmr sahibləri, Allah Taala Allaha və Peyğəmbərə ərz edin deyir. Amma əmr sahiblərinə demir, onları çıxdaş edir. Məhz belə, şiələrin ən böyük iddiası nədir? Deyirlər ki, Peyğəmbərdən sonra Quranı bəyan etmək, ixtilaf edilən məsələlərdə hökm vermək və müsəlmanların arasındakı problemləri həll etmək üçün məsum imamların olması zəruridir, labüddür. Əgər bu iddia doğru olsaydı və o əmr sahibləri bu ixtilafları həll edəcək məsum imamlar idisə, Allah niyə mübahisə məqamında bizi onlara yönləndirmədi? Niyə dedi ki, ancaq Allaha, yəni Qurana və Peyğəmbərə, yəni sünnətə qayıdın? Bu həqiqətən də çox sarsıdıcı bir məntiqdir. Axı imamın ən böyük vəzifəsi onların inancına görə elə o ixtilafları həll etmək, Quranın açıqlanmayan yerlərini bəyan etməkdir. Allah Quranın özündə ixtilafı onlara həvalə etmirsə, bu bütün sistemi çökdürür tamamilə. Bax elə böyük təfsirçi Əbu Bəkir Əl-Cassas özünün Əhkamul Quran kitabının 3-cü cildi 178-ci səhifəsində eyni ilə bu məntiqi qurur. O yazır, əgər itaəti vacib olan bir imam olsaydı, Allah onu imama qaytarın deyə buyurardı. Lakin Allah mübahisə məsələlərinin həllini imama deyil, kitaba və sünnəyə qaytarmağı vacib bilmişdir. Bu isə sübut edir ki, imam mübahisəli hökmlərdə mütləq itaət ediləcək şəxs deyil. Sənin sözünə qüvvət, elə bugün reallığa baxanda da ayənin kimin tərəfində olduğu görünür. Sünni əhli bir məsələdə ixtilaf edəndə ayədə deyildiyi kimi nə edir? Qurana və Peyğəmbərin səhih hədislərinə, yəni sünnəsinə qayıdır. Şiə məzhəbi isə ixtilaf halında imamlardan gələn rivayətlərə qayıdır. Yəni, ayə çox açıq şəkildə sünni əhlinin yolunu, yəni kitab və sünnə metodunu dəstəkləyir. Mükəmməl xülasə etdin. Quran imamları o məsum hesab edilən şəxsləri ixtilaf məqamında qəsdən və açıq şəkildə kənarda qoyur. Və bilirsən ən dəhşətlisi nədir? İlk dövr şiə alimləri Quranın bu ayəsindəki o böyük boşluğu, o boşluğu görürdülər. Onlar görürdülər ki, ayə onların sisteminə ziddir. Bəs necə həll etməyə çalışdılar bu problemi? Öz inanclarına don geyindirmək üçün nə etdilər? Çox qorxulu və təhlükəli bir yola əl atdılar. Qurana iftira atdılar. Dedilər ki, əslində ayə belə nazil olmamışdı. Səhabələr ayəni dəyişdirib. Nə? Yenə təhrif iddiası? Ayəni kəsib çıxarıblar deyirlər? Bəli. Məhşur Əl-Küleyni, Əl-Qummi və böyük şiə alimi Əl-Məclisinin bu ayə üzərindən qurduqları o dəhşətli təhrif, yəni dəyişdirilmə senaryosunu silsiləmizin 5-ci hissəsində bütün çılpaqlığı ilə ortaya qoyacağıq.